Yay gəlir, əla bir fəsil başlayır, amma bununla da müəyyən bir problemlər də başlayır. Tərləmə bir neçə problem yaradır, geyimin yaş olması və bir də qoxu. Ona görə mütləq dezodorantlardan istifadə etmək lazımdır və hər gün duş qəbul etmək lazımdır. Bu gigiyenadır. Amma geyimdə də bu vacibdir. Ona görə təbii materiallardan geyimlər geyinmək lazımdır. Yay üçün ən yaxşı material parça kətandır. Kətan material hava keçirmə qabiliyyəti, mübadilə qabiliyyəti çox yüksəkdir. İkincisi, yay zamanı, yəni bədənin nəmini özünə çəkir və çox qısa zamanda quruyur. Sintetik materiallardan istifadə etmək məsləhət deyil. Yay, isti fəsillərdə pencək geyinirsinizsə, yüngül materiallardan, parçalardan pencəklər geyinmək lazımdır. Nə badə süni materiallardan olan pencəklərdən və kostyumlardan istifadə etməyin. Çünki orada hava işləmə qabiliyyəti yoxdur, əsasında poliester. Ona görə insan bədəninin tərləməsinə yol açacaqdır.